Windows 11 ilə bağlı olan video dərslərimizi davam elətdiririk. Bu ikinci video dərsimizdə biz Windows 11-in əsas obyektləri, qovluqlar, fayllar və qısa yollar haqqında məlumat verəcəm. Deməli, uşaqlar, bizə sual versələr ki, baxın, diqqətli olun. Mən sizlərə bilavasitə Dövlət İmtahan Mərkəzinin nədən sual verəcəyini, hardan, nə cür, necə soruşacağını birəbir sizə bu videoda izah edəcəm. Nəinki bu videoda. Kanalımda olan bütün videolar, bütün çəkilən videolar bilavasitə Dövlət İmtahan Mərkəzinin birəbir soruşduğu sualların cavablarıdır. Ona görə də diqqətlə qulaq asın ki, daha sonra hər hansısa bir kitabdan əlavə olaraq uzun-uzadı oxumağa ehtiyac olmasın. Elə videoya baxaraq qeydlər götürsəniz, elə bu qeydlər üzərində hazırlaşsanız, sizə Windows 11 ilə bağlı olan hansı suallar varsa, o sualları cavablandırmağa əsas olacaq. Windows 11-in, baxın uşaqlar, bizə sual versələr ki, Windows 11-in əsas obyektləri hansılardır? Deyəcəyik, qovluqlar, fayllar və qısa yollar. Yəni, rus dilində yarlıq və ya ingilis dilində shortcut deyirik. Əlqərəz, yenə deyirəm, Windows 11-in əsas obyektləri hansılardır? Fayllar, misal üçün, belə bir fayl götürdüm. Qovluqlar, bax belə SC adlı bir komitəndə qovluq var idi, bunu götürdüm. Və qısa yollar. Misal üçün, qısa yollardan da götürək, məsələn, deyilə bu Outlook proqramının qısa yolunu. Və salam. Bir daha deyirəm, bizə sual versələr ki, Windows 11-in əsas obyektləri hansılardır? Fayllar, qovluqlar və yarlıqlardır. Başlayaq fayllardan. Uşaqlar, biz əməliyyat sistemləri dərsində fayllar haqqında geniş danışmışıq. Və bununla bağlı video dərs YouTube kanalımızda da var. Oradan əldə edə bilərsiniz. Qısa olaraq, bir xatırlatma olaraq faylın izahının üzərindən keçirəm. Bizə sual versələr ki, fayl nədir? Deyəcəyik ki, fayl xarici yaddaşda saxlanılan, adlandırılmış verilənlər yığımıdır. Necə yəni xarici yaddaşda saxlanılan, adlandırılmış verilənlər yığımıdır? Ay müəllim, başa düşmədim. Gəlin, bunu sizə izah edeyim. Baxın, fayllar nə çox müxtəlifdir. Musiqi faylı var, şəkil faylı var, Word faylı var. Hal-hazırda bu gördüyünüz Excel faylıdır. Nə bilim, PDF fayl var və s. axır. Faylların adı olur da. Bax, görürsünüz, hal-hazırda gördüyünüz, bax burada bu Excel faylının adı var. Maşallah olsun, bunun da adı biraz çoxdur. Gəl mən bu faylın adını dəyişim. Misal üçün, faylın adını qoyuram Nicat. Və salam. Baxın uşaqlar, hərəkətdə ol. Nədir burada? Baxın uşaqlar, bu faylın adı var da, Nicat. Fayl adsız ola bilməz. Ümumiyyətlə, Windows əməliyyat sistemində faylın mütləq şəkildə adı olmalıdır. Adsız fayl ola bilməz. Ona görə də deyirik ki, fayl xarici yaddaşda saxlanılan, stop eləyək bu kəlməyə. Necə yəni xarici yaddaşda saxlanılan? Bəli də, bizim bütün fayllarımız, biz texniki təminat dərsində biz keçəndə nə deyirdik? Deyirdik ki, kompüterin sistem blokunun daxilində yerləşən, eləcə də notebookdursa, notebookun daxilində yerləşən xarici yaddaş qurusu var. Biz ona nə deyirdik? Sərt disk, yəni HDD, yəni Winchester. Bizim kompüterdə nə cikimiz, bikimiz varsa, hamısı nəyin içərisindədir? Sərt diskin içərisindədir də. Hətta Windows 11 əməliyyat sistemində, üzr istəyirəm, Windows 11 əməliyyat sistemində sərt diskin içərisindədir də. Yəni, kompüterdə nə varsa, mahnı, şəkil, video, fayl və s. ilaxır proqramlar, oyunlar və s. hamısı bir obyektdir və bütün obyektlər, nəinki faylı, bütün hər şey harda yadda saxlanılır? Xarici yaddaşda. Ona görə deyirik, bax, fayl xarici yaddaşda saxlanılan, adlandırılmış, bəli, bax, bu faylın adı var da, görürsünüz, Excel faylın adı Nicatdır. Adlandırılmış verilənlər yığımıdır. Bu verilənlər yığımıdır nə deməkdir? Bəli, indi mən hal-hazırda
bu faylın içerisine daxil olsam, bu faylın içerisinde verilənlər var da. İndi görəcəksiniz, vaqon nömrələri var burada. Yəni verilənlər var da bunun içərisində. Ona görə də deyirik ki, bax, xarici yaddaşda saxlanılan verilənlər yığımıdır. Vəssalam. Və əməliyyat sistemləri dərsində yenə deyirəm, vurğulamışdım. Ha dedim ki, təkrar vurğulamayım, amma ağzım qızışdı söhbətə və yenə də faylı birə-bir sıfırdan izah edirəm sizin üçün. Əybi yox. Bəlkə də YouTube izləyicilərindən kimsə əvvəlki əməliyyat sistemləri video dərsini izləməyib. Ona görə onun üçün sıfırdandır. Əybi yox, sıfırdan izah elədim sizə faylı. Və elə davam edirəm. Fayla, ümumiyyətlə, faylın adı iki hissədən ibarət olur. Ad hissəsi və genişlənmə hissəsi. Fikir verin, bax, bu faylın adına. Görürsünüz, nicat.xlsx. Deməli, hər zaman faylın adı iki hissədən ibarət olur. Ad hissəsindən və genişlənmə hissəsindən. Uşaqlar, genişlənmə nəyi bildirir? Faylın tipini bildirir. Bax, bu nöqtədən sağda yerləşən, bax, bu hissə hər zaman bizə nəyi bildirəcək? Faylın tipini bildirəcək. Misal üçün, hal-hazırda biz baxdığımız bu modeldə nöqtədən sağda nə yerləşib? XLSX və XLSX hansı proqramın fayl genişlənməsidir? Excel'in. Və Nicat da burada nədir? Faylın adıdır. Bax, biz yenə deyirəm sizə. Bizə sual versələr ki, faylın adı neçə hissədən ibarətdir? Deyəcəyik, iki hissədən ibarətdir. Ad və genişlənmə hissəsi. Belə bir sual düşə bilər imtahana ki, istifadəçi fayl adında hansı hissəyə müdaxilə edə bilər? Faylın ad hissəsinə müdaxilə edə bilər. Burada tələbə sualı yaranır. Bəzi qruplarda olur axı belə baş bilən tələbələr. Tələbələr həmişə vurğulayır ki, müəllim, genişlənməyə niyə müdaxilə edə bilmirik ki? Mən misal üçün hər hansısa bir JPG faylını ki, vurğulayım ki, JPG şəkil faylıdır. JPG faylını PDF faylına keçirdə bilirəm də, müdaxilə elədim də. Uşaqlar. Siz JPEG faylını, bəli, xüsusi konvertasiya proqramları vasitəsilə el arasında hamının populyar istifadə etdiyi, məsələn, I love PDF saytı vasitəsilə, bəli, JPEG faylını, hansı ki şəkil faylını siz PDF-ə çevirə bilərsiniz. Problem deyil. Çünki JPEG də bir qrafik fayl genişlənməsidir. PDF də qrafik fayl genişlənməsidir. Və bir tip daxilində təbiidir ki, fayl genişlənməsini özü siz özünüz yox ha, hansısa konvertasiya proqramları vasitəsilə dəyişə bilərsiniz. Yaxşı. Hünər istəyirəm ki, gedin bu xılısıxı faylını, Excel faylını çevirin də MP3-ə. Gedin musiqiyə çevirin bunu. Çevirə biləcəksiniz? Xeyr. Ona görə də müəllimin dediyinə qulaq asın ki, biz deyirik ki, istifadəçi yalnız faylın adına, bax, bu nöqtədən soldakı bu hissəyə müdaxilə edə bilər. Nöqtədən sağdakı hissəyə müdaxilə etmək mümkün deyil. Nöqtədən soldakı hissə, bəli, faylın adı Nicatdır. İndi mən faylın adı Nicat istəmirəm. Faylın adını dəyişib qoymaq istəyirəm. Məsələn, Şəngülüm. Qoya bilərəm də, niyə qoymuram ki? Gəlirəm faylın üzərinə. Elə yeri düşmüş gəlir, bu da burada izah edeyim. Faylın adını necə dəyişmək olar? Üç üsul var və bu üç üsul hansıdır? Birincisi, faylın üzərinə gəlib onun ad hissəsində dayanıb mouse'un sol düyməsini klikləməklə kliklədik. İki dəfə dalbadal klik yox ha, bir dəfə klikləməklə. Çünki iki dəfə dalbadal klikləmək həmin faylı açar. Bir dəfə klikləyirik və gördüyünüz ki, bu faylın ad hissəsi göyərdi. İndi mən bunu sildim. İndi deyək ki, qoyuram bura faylın adını Şəngülüm. Məsələn, gördüyünüz kimi faylın adını bax belə dəyişə bildik.
Bəs yaxşı başqa cür necə dəyişə bilərik faylın adını? Dedik ki, faylın adını dəyişməyin 3 yolu var da. Uşaqlar bax qeyd eləyin. Faylın adının dəyişilməsi üsulları. Birinci üsul dedim hansıdır? İkinci üsul. Gəlirik faylın üzərində bu faylı seçirik. Yəni mouse'un sol düyməsi ilə. Sonra sağ düyməsini basıb mouse'un kontekst menüsünü açırıq. Açılan kontekst menüdə o görürsünüz burada rename əmri var. Bax, rename əmrini basmaqla da yenə də faylın adını dəyişə bilərik. Şəngülümdür. İndi qoyuram misal üçün faylın adını gülmə şəkil. O belə. Faylın adını dəyişdik. Yaxşı, üçüncü üsul hansıdır? Üçüncü üsul isə klaviaturadan funksional düymələrdən F2 funksional düyməsi. Gəlirəm bu faylı seçirəm və klaviaturadan F2 düyməsini basıram ki, bastım artıq. Gördüyünüz kimi, yenə faylın adını dəyişib, tezdən qaytaraq Nicat adına. Bax belə. Bax, bu da oldu bizdə. Bizə sual versə ki, aşağıdakı üsullarla hansılar vasitəsilə biz faylın adını dəyişə bilərik? Bax, bu üsullar vasitəsilə, hansı ki sadaladım, ümid edirəm ki, qeydini də götürdür. Bax, bu üsullar vasitəsilə faylın adını dəyişə bilərik. Fayllardan danışmışkən, bunu da vurğulayım ki, faylın adında qadağan olunan simvollar var ki, bu qadağan olunan simvollardan istifadə eləmək olmaz. Bu qadağan olunan simvollar hansılardır? Sual, ulduz, iki nöqtə, kiçik işarəsi, böyük işarəsi, daha sonra belə drop, belə drop, düz drop, dırnaq işarəsindən faylın adında istifadə etmək olmaz. Bir mənalı. İstifadə etmək olmaz. Və bizə bununla bağlı qəbula suallar düşür. Aşağıdakılardan hansı düzgün fayl adıdır? Sən bunu bilməlisən ki, faylın adında, yəni nöqtədən soldakı hissədə, sağdakı hissədə yox ha, soldakı hissədə. Soldakı hissədə bax bu qadağan olunan simvollardan istifadə eləmək olmaz. Gəlin bir praktikada yoxlayaq. Bəlkə elə mən yalan danışıram. Bəlkə olar? Bax, misal üçün, faylın adını belə dəyişməyə cəhd göstərək. Hə, Nicatın yanına, misal üçün, mən bir sual işarəsi qoymaq istəyirəm. İki dəqiqə. Hə, bax, sual işarəsi qoymaq istəyirəm. Bax, görürsünüz, mümkün deyil. Və özü də deyir ki, faylın adında bax bu qadağan olunan simvollardan istifadə eləmək olmaz. Bu belə. Bununla bağlı qəbula sual necə düşə bilər? Bir nümunə üzərində də deyim. Misal üçün deyər ki, aşağıdakı fayllardan, fayl adlarından hansı Windows 11-də yanlışdır? Bu misal üçün yazar ki, nic sual ad nöqtə mp3 sonra yazar ki, məsələn, nic nida ilə ad nöqtə mp3 sonra nic A, sonra burada bir də nöqtəli vergül, T, nöqtə, deməli, JPG və məsələn, Nicat, nöqtə, J, ə, kiçikdir, B, G. O belə. İndi bizə deyir ki, aşağıda verilən fayl adlarından hansı düzgün fayl adıdır? Birincisi yanlışdır. Niyə? Çünki bax, sual işarəsi var. Axı deyirəm, sual işarəsi qadağan olunan simvoldur, istifadə oluna bilməz. Ona görə də bu səhvdir. İkincisi nida. Onlar da qadağan olunan simvollar içərisində bizdə burada nida yoxdur ki. Demir ki, nidadan istifadə etmək olmaz. Onlar da gəl bir yoxlayaq. Bax, fikir verin. Gəlin yoxlayaq. Faylın adına nicat və misal üçün t-dan sonra mən nida işarəsi qoymağa cəhd göstərim. Qoydum da. Onlar da niyə olmur ki? Daha sonra nöqtəli vergül istifadə etmək olar da. Problem nədir ki? Mən deyirəm ki, iki nöqtədən istifadə etmək olmaz. Amma nöqtəli vergüldən istifadə etmək olar da. Ona görə bu da düzgün fayl adıdır. Bu da düzgündür. Müəllim, nətər yəni düzgündür? Axı siz dediniz ki, bu kiçik D işarəsindən istifadə etmək olmaz axı. Hə, olmaz. Mən sözümün ağasıyım, bəli olmaz. Amma ki, mən sizə nə dedim? Faylın adında
Bu qadağan olunan simvollardan istifadə etmək olmaz. Yoldaşlar, faylın adında, yəni nöqtədən solda daha doğrusu nöqtədən solda yerləşən hissədən istifadə etmək olmaz. Sağda, yəni genişlənmə hissəsində bu qadağan olunan simvollardan istifadə olunubsa, biz bunu düz götürəcəyik. Əslində belə bir fayl genişlənməsi yoxdur. Bəli, belə bir fayl genişlənməsi yoxdur. Amma biz bunu ona görə düz götürürük ki, prinsip, mahiyyət etibarıyla ki, ə, bu cür belə deyək də, fayl genişlənməsi olmasa da, amma Windows bunu qəbul eləyir. Sadəcə indi həmin faylı açmaq mümkün olmayacaq da. Yəni Windows onu qəbul edir, amma ki, açmaq mümkün olmayacaq. Amma faylın alt hissəsində bu qadağan olunan simvollardan ümumiyyətlə istifadə etmək mümkün deyil. O belə. Bu da oldu bizdə fayllar haqqında məlumat. Və fayl dedik ki, xarici yaddaşda saxlanılan, adlandırılmış verilənlər yığımıdır. İndi başlayaq qovluqlar haqqında danışmağa. Qovluq nədir? Qovluq Windows'un obyektlərindən biridir. Ki Windows'un obyektlərindən biri fayl idi. Fayl haqqında danışdıq, qurtardıq. İndi qovluq haqqında danışırıq. Qovluq Windows'un əsas obyektlərindən biridir və istifadəçilər tərəfindən yaradılır. Yəni, qovluğu biz niyə yaradırıq? Biz qovluğu yaradırıq və o qovluğa ad qoyuruq. Misal üçün, mən bir qovluq yaradıram. Və misal üçün, bax, burada test toplusu kitabı qovluğu var məndə. Picik, bu olmasın. Niyə olmasın deyə deyəcəm birazdan. Çünki bu şəbəkə qovluğu kimi eləmişəm. Ona görə bu olmasın. Hə, misal üçün, bax, kitab konspekt adlanan bir qovluq var. Və girdim bu qovluğun içərisinə. Və mən tələbələrə göndərdiyim, tələbələrlə paylaşdığım bütün konspektlərim, mühazirələrim hamısı bax bunun içərisindədir. Deməli, mən nə etmişəm? Bir qovluq yaratmışam və bütün konspektlərimi, mühazirələrimi deyib gətirib belə kitab konspekt qovluğuna atmışam. Demək ki, qovluq nədir? İstifadəçilər tərəfindən yaradılan, özünün sarı rəngi ilə fərqlənən bir obyektdir və bu istifadəçi bu obyekti niyə yaradır? Öz işini daha səmərəli təşkil etməkdən ötürü, öz işini daha da belə deyək, komplektləşdirməkdən ötürü. Bir var konspektləri, hə, mən düzüm iş masasına, burada aləm dəyər bir-birinə. Bir də var ki, daha səliqəli olsun. Götürdüm, belə deyək, cəmlədim bu qovluğun içərisində. Lori dilinə bunu sizə belə başa salın. Bir var ki, konfetləri e, tökmüşük stolun üstünə. Bir də var ki, konfetləri cəmləyib tökmüşük konfet qabına. O daha səliqəli görünməzmi? Burada da həmçinin. Və bir nüansı xatırladım sizə ki, boş qovluğun həcmi deyilən bir anlayış yoxdur. Boş qovluğun həcmi yoxdur. Bax, bir qovluq yaradaq. Bax, misal üçün, bir qovluq yaradaq tez basar. Sonra bu qovluğun həcminə baxaq. Gələk bir də bunun üzərinə sağ düyməni basaq, kontekst menüyünü açaq. Açılan kontekst menüünün properties əmrinə gedək. Yəni properties həmin o qovluğun xüsusiyyətlərini göstərir. Bu da gördüyünüz kimi bu qovluğun həcmi 0 baytdır. Və niyə baytlandı? Çünki yadınıza gəlir, biz informasiyanın əsas anlayışları mövzusunda demişdik ki, informatikanın əsas ölçü vahidi, daha doğrusu informasiyanın əsas ölçü vahidi nə idi? Demişdik ki, baytdır da. Və gördüyünüz kimi də 0 bayt. Yəni bu boş qovluğun həcmi deyilən bir anlayış yoxdur. Qovluğun həcmi onun içərisinə daxil etdiyimiz verilənlərin ümumi həcmi ilə müəyyən olunur. Misal üçün, bax, Nicat Xıvısıxı adlı bu Excel faylını mən gətirib bu qovluğun içərisinə sürükləsəm, indi gedək görək bu qovluğun həcmi yarandımı? Bir də sağ düyməni basaq, bir də yenə də properties və salam. Bax, görürsünüz, bu qovluq faylın öz ölçüsü 90,5 kilobaytdır. Yəni qovluğun içərisində olan faylın. Amma bu qovluq yaddaşda 92 kilobayt yer tutur. Təbii ki, burada fərqin yaranması klasterlərlə bağlıdır.
Biz əməliyyat sistemləri dərsində klaster məsələləri haqqında danışmışıq. Başa salmışam tələbələrə ki, klaster nə olan şeydir. Bunun üçün mən indi bunu burada izah eləmək istəmirəm. Yəni dərsin müddətini uzatmayaq. Bunun üçün qayıdıb YouTube izləyiciləri həmin o əməliyyat sistemləri mövzusuna qulaq assınlar. Orada mən klaster məsələlərini izah etmişəm. O belə. Yəni də dediyim kimi, boş qovluğun həcmi yoxdur. Qovluğun həcmi onun daxilindəki faylların həcmi ilə müəyyənləşir. Bu belə. Və nə danışacaqdım? Deməli, uşaqlar, fayla nə qadağa var idisə, yəni faylın adına qoyacağımız ə, nə qadağa simvollar var idisə, həmin o qadağalar qovluğa da aiddir. Yenə də həmin belə deyək, o simvollardan ki, bayaqları qeyd etmişdim. Həmin o simvollardan faylın adında olduğu kimi qovluğun da adında istifadə etmək olmaz. Və bir fərqli nüans var ki, qovluğun genişlənməsi yoxdur. Çünki genişlənmə fayllarda olur və bu genişlənmə də olması mütləqdir. Niyə? Çünki genişlənmə faylın tipini bildirir. Ona görə. Qovluğun tipi elə bir dənə tipdir də, qovluq. Qovluğun başqa nə tipi olacaq ki? Ona görə də qovluğun genişlənməsi yoxdur. Ondan sonra danışırıq yarlıq, yəni qısa yol haqqında. Bəs yarlıq, qısa yol nədir? Tərifi belədir. Yarlıq, qısa yol, obyektin orijinalına olan istinaddır. Necə yəni? Obyektin orijinalına olan istinaddır. Bu nə deməkdir ki? Gəlin mən sizə bunu belə başa salım. Misal üçün, magistratura kitabım var. Magistratura az kursunun kitabı var. Və həmin magistratura az kursunun kitabının, məsəl üçün, alqoritm mövzusunun PDF-i var məndə. Ki, mən o PDF-i açmaq istəyirəm. Normalda mən bilirəm ki, mən o PDF-ləri hara yığmışam. Gələcəm, magistratura qovluğunu açacağam. Əvvəla deyim ki, bax, bu qovluqdur. Düzdür, qovluğun şəklini mən dəyişmişəm. Yəni, mən qovluqlar haqqında növbəti video dərsdə detallı danışanda izah eləyəcəm. Qovluğun piktoqramını da dəyişə bilərik. Ə, bax, bu əslində bir qovluqdur. No, neysə, gəlin elə o da burada izah edeyim. Bax, SC adlanan bir qovluğumuz var da. Bax, bu qovluğun ikonunu, təsvirini necə dəyişə bilərik? Necə ki, bu magistraturada bir əvvəllər bu qovluq şəklində idi. Amma indi görürsünüz, belə qırmızı fonda bu cür ikonla təsvir olunub. Necə? Bax, gəlirəm normal standart qovluğun üzərinə. Sağ düyməni basıb kontekst menüsünü açıb, yenə Properties, xüsusiyyətlər pəncərəsinə keçib, həmin pəncərədə görürsünüz Customize bölməsi var, fərdiləşdir bölməsi var. Gəlir bu Customize bölməsində, bax görürsünüz burada Change Icon, qovluğun ikonunu dəyiş. Hadi, bax misal üçün, indi mən bu işarəni qoyuram, OK bastım, bir daha da OK və salam, qutardı getdi. Baxın, indi bir də restart verək buna, daha doğrusu refresh verək. Və gördüyünüz kimi qovluğun ikonu dəyişdi. Və belə. No, sözümün canı nədir? Sözümün canı belə deyək, bax bu magistratura həmin o PDF-i mən açmaq üçün nə etməliyəm? Gəlməliyəm magistratura qovluğuna. Gəlməliyəm buradan kitab qovluğuna. Gəlməliyəm buradan həmin o alqoritm PDF faylını açmalıyam. Hər dəfəsində mən ora gəl, bura gəl, bura gir, ora gir eləməkdənsə Nujel bunun asant yolu yoxdur. Təbii ki, asant yolu var. İndi siz deyə bilərsiniz ki, müəllim, asant yolu deyim də sizə nədir? Bu qovluğu bir daha çəkin kənara. Hə, çəkdim. Deyək, həmin daha doğrusu, həmin o faylı tutun, gətirin, dartın iş masasına. Hə, tutdum, gətirin, dartdım iş masasına. Uşaqlar, belə olan halda faylın yeri dəyişir. Bax, fikir versiniz, bayaqlar bu fayl. Bax, bu magistratura qovluğunun içərisində kitab qovluğunun içərisində idi. İndi gəldi yerləşdi iş masasında. Bu təhlükəli versiyadır bu cür bu halı eləmək. Niyə? Bəlkə mənim kompüterimdən bir başqası da istifadə eləyir və açdı kompüteri və dedi ki, bu nədir burada? Götü sildi. Və sonra mən bu faylı necə tapım? Demək ki, bu məqsədə uyğun deyil. Bunu qaytaraq aparaq yerinə qoyaq. Hə, növbəti biz necə eləyə bilərik?
Növbəti versiyada tələbə deyir ki, müəllim, elə onda bunun kopyasını yaradaq və kopyanı da ataq iş masasına. Ağla batandır. Amma bu da bizə sərf eləməz. Misal üçün, mən bu obyektin kopyasını yaratmaq üçün gəlirəm bu obyekti seçirəm. Bir dənə Ctrl+C-ni basıram, kopya. Sonra da gəlirəm iş masasına və Ctrl+V və iş masasında bu obyektin kopyasını yaratdıq. Beləliklə, bu obyekt iş masasında da var. Eləcə də bu qovluqda da var. Amma bu mənə sərf eləməz axı. Deyək ki, bu faylın ə, həcmi 50 megabaytdır. Bunun kopyası da 50 megabayt yer tutacaq axı. Mən kompüterin yaddaşını boşu-boşuna niyə doldurum ki? Ona görə elə ən səmərəlisi, ən sərfəlisi yarlıq yaratmaqdır. Yəni qısa yol yaratmaqdır. Çünki qısa yol yaddaşda təqribən 1 kilobayt yer tutur. Gəlirəm üzərinə, sağ düyməni basıram. Açılan kontekst menyuda bir dəqiqə bunu çəkməyim qırağa. Bir dəqiqə. Hə. Və açılan kontekst menyuda bizdə burada var show more options. Və show more options'a daxil oluram. Bax, show more options'da burada var send to. Yəni göndər. Hara? Burada müxtəlif seçimlər var. Və bu seçimlərdə görürsünüz desktop, iş masası, clean shortcut, iş masasında yarlıqını yarat. Bastım ve gəlin. Bax, bu obyektin orijinalı bu qovluqdadır. Amma onun qısa yolu buradadır. İndi mən bu alqoritm PDF faylını açmaq üçün növbəti dəfələrdə bax belə dəri təpəyə düşməyəcəm. Açmaq istəyəndə da elə iş masasında var da. Gələcəm elə bunu basacağım. Həmin alqoritm PDF açılacaq. Yəni sözümün canı budur ki, bax bu yarlıq, bax bu faylın orijinalına, bax buna istinaddır da. İndi məntiqi bir sual. Yaxşı, mən faylın orijinalını silsəm, bax sildim, delete bastım, sildim. Yarlıq açılarmı? Baxaq görək açılar. Bax görürsünüz, açılmayacaq. Niyə? Çünki mən o faylın orijinalını silmişəm axı. Bəs yarlıq nə deyirik? Qısa yol nə deyirik? Deyirik ki, qısa yol faylın orijinalına olan istinaddır. Yəni bax bu alqoritm PDF faylı bayaqki bu qovluqdakı alqoritm PDF faylına istinad eləyirdi. Mən o orijinal istinadı sildim. İndi bu getsin nəyə istinad eləsin bu yarlıq? Təbiidir ki, açılmayacaq. Bəs yaxşı müəllim, bir də geri qaytarım. Hə. Misal üçün müəllim, bəs mən yarlıqı silsəm, faylın orijinalı açılar. Niyə açılmır ki? Yarlıqı sil də gəldi. Bu yarlıq deyil. Özə faylı yarlıqdan ayırmağın ən asan yolu nədir? Yarlıqın hər zaman sol küncündə belə bir kiçik bir ox işarəsi olur. Həmin bax bu ox işarəsi ancaq yarlıqlarda olur, qısa yollarda olur. Neysə, indi mən bu yarlığı silirəm. Yəni, sildim. Bu da faylın orijinalı. Orijinal açılar mı? Açılar, niyə açılmır ki? Deməli, faylın istinadı, yəni qısa yolu silinəndə faylın orijinalına heç bir xələl gəlmir. Amma faylın orijinalı silinərsə, bu zaman faylın istinadı olan həmin o yarlıqlar, qısa yollar açılmaz. Yaxşı, qısa yolun yaradılmasının bir yolunu izah etdim sizə. Hansı ki, bu faylın üzərinə gəlib sağ düyməni basıb, açılan bax bu menyuda, hansı ki, burada Show More Options bəndində Send To əmri vasitəsilə biz bunun iş masasında yarlıqını yaratdıq. Bəs başqa yolu yoxdur? Var, niyə yoxdur ki? Başqa yolu nədir? Eynilə yenə də faylın kontekst menyusunda burada bizdə yenə də show more options daha əlavə belə deyək, tənzimləmələri göstər düyməsinə basırıq. Yəni show more options və burada görürsünüz açılan kontekst menyuda click shortcut burada da var. Sadəcə buradakı click shortcut'ı basanda bu obyektin yarlıqını elə bu qovluqda yaradacaq. Bax, click shortcut. Bax, fikir verin. Bu obyektin yarlıqını elə bu qovluqda yaratdı. Sonra istəyirsən bu obyekti götür at iş masasına. Belə də eləmək olardı. Və drag and drop texnologiyası vasitəsilə də bunu eləmək olar. Sadəcə indi bu dərs üçün drag and drop texnologiyasının bu xüsusiyyətini danışıram.
Amma növbəti video dərsimizdə drag and drop texnologiyasını daha detallı danışacağıq. Drag and drop texnologiyasında bunu necə etmək olar? Faylı seçirik. Alt düyməsi basılı vəziyyətdə, baxın indi mənim bir əlim alt düyməsində sıxılıdır. Alt düyməsi basılı vəziyyətdə mouse'un sol düyməsi ilə sürüşdürmək. Bax, belə də olar. Və yaxud da belə də olar. Yenə də drag and drop texnologiyası ilə faylı seçib, Ctrl Shift düymə kombinasiyalarını basıb saxlamaqla, bax indi mən basıb saxlamışam və obyekti yenə mouse'un sol düyməsi ilə tutub sürükləmək vasitəsilə biz belə deyək, gördüyünüz kimi obyektin yarlıqını yarada bilərdik. Bax belə. Bax bu da oldu. Yarlıq, yəni qısa yol haqqında məlumat və ümumiyyətlə qovluqlar haqqında, yarlıqlar haqqında, fayllar haqqında bu qədər. Ki biz dedik ki, Windows-un əsas obyektləri bizə soruşsa ki, nədir? Qovluqlar, fayllar və yarlıqlar, yəni qısa yollardır. Bu video dərsimizdə bu qədər. Növbəti video dərsimizdə pəncərə növləri, daha sonra qovluqların növləri haqqında danışacağıq. Hələlik.